bərnamədə sizinlə elə bir dərddən danışacağam ki, çox insanlara lap böyük dərddir. Bəlkə siz də zamanlar olub ki, bu dərdi çəkibsiz. Hətmən maraqlısınız ki, mən nə dərddən danışıram? Başqa insanlar tərəfindən rədd olunmaq dərdi. Bizlərdən çoxlarımız bu dərdin ağrısını çəkmişik. Danışqaha məktub göndərirsiniz, sizi rədd edib danışçu yerində almırlar. Bir iş üçün dərxas verirsiniz, müsahibədə rədd edib başqa birini işə alırlar. Ata-anamız bir-birindən ayrılıb və heç biri istəmir bizi öz yanına alsın və futbol topu kimi bir-birlərinə pas verirlər. Ya da birinə aşiqsiz və bütün ürəyinizi əlinizin üstünə qoyub ona təqdim edirsiniz, lakin o sizin bu sevginizi rədd edib başqa biri ilə evlənir. Görürsünüz? Hamımızın ürəyində rədd olunmaq dərdi var. Gərçi üzümüzə gətirmirik, amma hamımız bu dərdi çəkmişik. Amma aya bilirdiniz ki, sizin bu dərdinizə başqa biri də şərikdir və sizinlə o da dərd çəkir. İsa Məsih sizin bütün bu qüssələrinizdə şərikdir. O sizin dərdinizi anlayır. Baxın, o zaman ki İsa elə Krismas günündə biz insanların arasına gəldi, rədd olunmaq dərdinin nə qədər acı olduğunu elə o andan anladı. Həyatında dalbadal rədd olundu. Dünya onu qəbul etmədi. Hətta öz milləti də onu rədd etdi. Hətmən hekayəni yaxşı xatırlayırsınız. Doğum günü onun anasına mehmanxanada yer yox idi. Hələ körpə ikən Hirot padşah onu öldürməyə çalışırdı. İnsanlara xidmət edən halda onlar onu öldürməyə qatdılar. Öz həmvətənləri Nasirəlilər. Din alimləri ona düşmən oldular. Şəriətşünaslar onun ziddinə qatdılar. Axırda da Rum valisi onun diri olmasını məsləhət görməyib onu işkəncə altına verdi. Onu təhqir etdilər, üzünə tüpürdülər. O hamının tərəfindən rədd olundu. Görürsünüz, İsa Məsih qadirdir sizin dərdinizi yaxşı anlasın. Çünki hamıdan çox o özü bu dərdi çəkib. Necədir sizin üçün? İncildən bir hekayə oxuyun. Bu hekayə rədd olunma hekayəsidir. Və İsa'nın ağzından Mərqos onu yazdığı İncildə belə qeyd edir. Bir adam üzüm bağı saldı və onun ətrafına duvar çəkdi. Şirə üçün bir hovuz qazıb bağda bir bürc də tikdi və sonra bağı bağbanlara icarəyə verib başqa bir məmləkətə getdi. Məhsul zamanı bağbanların yanına bir qul göndərdi ki, bağbanlardan bağın məhsulundan alsın. Lakin bağbanlar onu tutub döydülər və əli boş qaytardılar. Bağın sahibi bağbanların yanına başqa bir qul göndərdi. Amma onlar bu qulu başından yaralayıb təhqir etdilər. Bağ sahibi başqa birini də göndərdi. Onu da öldürdülər. Daha bir çox qul göndərdi. Onların bəzisini döydülər, bəzisini də öldürdülər. Bağ sahibinin sevgili bir oğlu var idi.
oğlundan utanacaklar diyerək axırda onu bağbanların yanına göndərdi. Lakin onlar bir-birlərinə dedilər, varis budur, gəlin bunu öldürək və miras bizə qalsın. Onu da tutub öldürdülər və bağdan eşiyə atdılar. İndi bağın sahibi onlara nə edəcək? Gələcək, bağbanları həlak edib, bağı özgə adamlara verəcəkdir. Məgər bu yazını oxumayıbsınız ki, bənnaların rədd etdiyi daş küncün baş daşı oldu. Bu Rəbbin işidir və gözümüzə nə qədər təəccüblü görünür. Bu hekayədə İsa aydınca göstərir ki, nə başına gələcəyindən yaxşı xəbər var. Bu hekayədə bilirsiniz hamıdan çox nədən təəccüb edirəm? Bu bağçıların nə qədər daş ürəkli olduqlarından. Görün o bədbəxt nökərlər ilə necə rəftar edirlər? Onlar ancaq vəzifələrini yerinə yetirirdilər. Ağalarının tərəfindən gəlmişdilər ki, bağın məhsulundan onun qanuni haqqını alsınlar. Lakin bağçılar birini təhqir edib əli boş yola salırlar, birini daşlayırlar, birini öldürüb cəsədini də məhv edirlər. Ağa qanuni haqqı üçün bir-birinin arxasında nökər göndərir. Lakin bu xəbis adamlar onları dalbadal təhqir edib qovurlar. Bağın sahibi nəhayət bir dana oğlunu onların yanına göndərir. Və bağçılar bunu da öldürüb cəsədini bağdan eşiyə atırlar. Bu adamlar necə belə edə bilərdilər? Bağ sahibindən necə bu qədər nifrət edə bilərdilər? O ki, bu adamlara əsla pislik etməmişdi. Onu rədd edirlər. Onu təhqir edirlər. Nökərlərini öldürürlər. Axırında da onun canından əziz olan oğlunu həlak edirlər. Görün bunların cinayəti nə qədər müthişdir? İsa bu hekayəni öz milləti haqqında deyir ki, Pərverdigarın bütün peyğəmbərlərini rədd etmişdilər. Pərverdigar bağın sahibidir. İsrail onun saldığı üzüm bağıdır. Nökərlər Pərverdigarın peyğəmbəridirlər. Adam doğrudan da bu peyğəmbərlərin başına gəldiklərinə inana bilmir. Eşaya peyğəmbəri ərə ilə aradan kəsdilər. Ermiya peyğəmbəri siyah çala saldılar. Sonrasında öldürdülər. İlya peyğəmbər onların əlindən kövşəndə gizləndi. Zəkərya peyğəmbəri daşa basıb öldürdülər və təmid verən Yahyanın da ki, başı bədənindən ayrıldı. Bu peyğəmbərlər Pərverdigarın adında gəlmişdilər və ondan söz gətirmişdilər. Amma təhqir oldular, məhv oldular. Kimlər əlində? Elə o adamlar əlində ki, tarı onlara peyam göndərmişdi. Amma ancaq bu qədər deyil. Pərverdigar bir dana oğlunu onların yanına göndərir. Və görürük ki, bu adamların nifrətləri lap üstün yerə yetişir. Ona yalan böhtanlar vururlar. Kimsəyə hətta kiçik bir pislik etmədiyi halda onunla cani bir adam kimi rəftar edirlər. Əllərindən gələn təhqirləri ona edirlər və nəhayət onu işkəncə altında öldürürlər. Mümkündür deyəsiniz, bu 2000 il qabaq oldu. Mümkündür fikr edəsiniz ki, indi vəz fərq edir. Amma xeyr, bu hekayə hələ də sürür.
hələ də Tanrıdan danışan adamlar əzab altındadırlar, işkəncə altındadırlar. Görürsünüz? İsa Məsihin bu hekayəsi rədd olunmuşların hekayəsidir. İsa Məsihin hekayəsi mənim hekayəm, sənin hekayən. İsa'nın bu hekayəsində təəccüblü başqa bir mətləbdə görürük. Bağ sahibinin nə qədər səbirli olduğunu. Baxın, bağ sahibi qüdrətsiz bir adam değildi. Silahlı adamları var idi. O qüdrət sahibidir. Əgər onun yerinə mən olsaydım, sən olsaydın, elə o birinci nökərin əliboş qayıtdığını gördükdə silahlı adamlarımızı göndərib bağçıların hamısını yer üzündən məhv edərdik. Amma bağ sahibi dözür. Dalbadal nökər göndərir. Peyğəmbər göndərir ki, bağçılar bəlkə bu pisliklərindən dönsünlər. Onların döyülüb, öldürülüb, təhqir olmalarını gördükdə yenə də bağ sahibi görür ki, dözür və daha çox nökər göndərir. İsrailin tarixi belədir. Tanrı tərəfindən Peyğəmbər dalbadal onların yanına gəlir, lakin onlar qulaqlarını bu Peyğəmbərlərin sözlərinə bağlayırlar. Pərverdigarın sözünə qulaqlarını bağlayırlar, ürəklərini daş edirlər, boyunlarını qalınladırlar. Bağ sahibinə artıq nökər qalmır. Bağ sahibi burada gərək silahlı adamlarını göndərib bağçıların hamısını həlak edirdi. Amma bağ sahibinin başqa bir planı var idi. Ağanın əziz bir oğlu var. Bu oğlan onun bütün şadlığıdır, onun bütün ümididir. Ağa oğlunu öz canı kimi sevir, eyni halda görürük ki, qərar verir ki, oğlunu göndərsin. Öz-özünə deyir, bağçılar oğlumu gördükdə hətmən ki, həya edəcəklər. Burada oğlun rəftarına baxın. Oğul da olub keçənləri bilirdi. Bağçıların bu qədər pisliklərindən sonra necə onların yanına gedə bilərdi və canını onların rəhminə bağlayardı. Heç bağ sahibi bu bağ sahibi kimi rəftar etməzdi. Amma Tanrı edir. Tanrı bizə o zaman lap yaxşı şey verir ki, biz lap pis şeyə layiqik. Dünyanı cəzalandırmaq əvəzinə Pərverdigar bizə oğlunu təqdim edir. Bizim yolumuzda onu fəda edir. Tanrı qəlbinin qırılacağını bilən halda bu işi bizim üçün edir. Bu hekayədə təəccüblü başqa bir şey də var. Görün İsa Məsih bu hekayədə özünə nə yeri verir? İsa özünü Pərverdigarın oğlu tanıdır. İnsan tarixində heç kəs belə bir iddia etməyib, edə bilməyəcək də. Musa böyük bir adamdır, olsun. Eşaya böyük bir adamdır, olsun. Eremya böyük adamdır, olsun. Onlar ancaq peyğəmbərdirlər. Peyğəmbər Pərverdigarın nökəridir və Pərverdigarın çox nökəri var. Bu ancaq
İsa Məsihdir ki, Tanrının yeganə bir dana oğludur. Çox adamlar sözdə çox iddialar edə bilərlər. Amma onların həyatına baxarkən bu iddiaların boş olduğu aydın göz qabağına çıxır. Amma İsa'nın həyatına bir baxın. Onun etdiyi işlərinə, verdiyi təlimlərinə, onun rəftarına, onun şəxsiyyətinə. Hər şey əzizlərim, aydınca görsədir ki, İsa Tanrının oğludur.